Azərbaycan-Gürcüstan qatarlarında sərhəd gömrük prosedurlarının sürətləndirilməsi tapşırığı verilib. Bir xəbər media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən DSX Dövlət Gömrük Komitəsi və Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin rəhbərləri dəmir yolu nəqliyyatı vasitəsilə Azərbaycan-Gürcüstan marşrutu üzrə hərəkət edən yük və sərnişin qatarlarında sərhəd və gömrük nəzarətinin təşkili, rəsmiləşdirmə proseslərinin həyata keçirilməsi, vətəndaş məmnuniyyətinin təmin olunması barədə məlumatlandırılıblar. Həmçinin təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi məqsədi ilə Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik dəmir yolu stansiyalarına da baxış keçirilib. Səfər çərçivəsində qeyd olunan stansiyalarda mövcud infrastruktur, sərhəd və gömrük nəzarətinin təşkilinin vəziyyəti, sərnişin və yük daşımalarının operativ və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün yaradılmış şərait, eləcə də xidmətin təşkili ilə bağlı mövcud mexanizmlər yerində yoxlanılıb.